Bismillahirrahmanirrahim. Hər birinizi xoş gördük, əziz dostlar. Mən Quluzad Ağaxan. Hər birinizə bu videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əzizlər, artıq hər birinizə məlumdur ki, biz mübarək Ramazan ayından başlamışıq bu işə. Hər həftənin cümə axşamı günü Qur'an-ı Kərimin ərəbcədən təcvidlə oxunuşu mövzusunda dərslərimiz davam edir. Bu ikinci dərsimizdir və biz bu dərsimizdə də ərəb əlifbasının bəzi hərflərini öyrənəcəyik inşallah. Ya Allah, başlayaq. Ərəb əlifbasının 8-ci hərfi dəl hərfidir. Dəl hərfin adı bu cürdür. Dəl hərfi sərbəst formada bu cür yazılır. Bu, dəl hərfinin sərbəst formada yazılışı qaydasıdır. Sözün əvvəlində gələrkən də dəl hərfi eyni ilə həmin qaydada yazılır. Sözün əvvəlində gələrkən bu cür yazılır. Sözün ortasında gələrkən isə özündən əvvəl gələn hərfə birləşməsi üçün bu cür bir çıxıntısı var və sözün ortasında bu cür yazılır və özündən əvvəlki hərfə gələn hərfə birləşməsi üçün belə bir çıxıntısı var. Sözün axırında gəldikdə də dəl hərfi həmin qayda ilə bu cür yazılır. Bu da çıxıntısı. Ərəb əlifbasının 9-cu hərfi zəl hərfidir. Zəl hərfi də eyni ilə dəl hərfi kimi zəl hərfinin sərbəst forması eyni ilə dəl hərfi kimi yazılır, sadəcə üstündə bir ədəd nöqtə ilə. Sözün əvvəlində gələrkən də zəl hərfi bu cür yazılır. Bir ədəd nöqtəsi. Sözün ortasında gəldikdə həmin qaydada nöqtə ilə və sözün sonunda da bu cür bir ədəd nöqtəsi. Bu da oldu ərəb əlifbasının 9-cu hərfi olan zəl hərfi. Ərəb əlifbasının 10-cu hərfi ra hərfidir. Ra. Ra hərfinin sərbəst forması bu qayda ilə yazılır. Sərbəst forması bu cürdür. Sözün əvvəlində gələrkən ra hərfi bu formada yazılır. Sözün ortasında gəldikdə özündən əvvəlki hərfə birləşməsi üçün belə bir çıxıntı qoyulur və bu formada yazılır. Sözün sonunda gəldikdə də yenə bir çıxıntı və bu formada. Bu da ra hərfinin yazılış formalarıdır. Ərəb əlifbasının 11-ci hərfi zəy hərfidir. Bəzən bu hərfə zə və yaxud da zeyn də deyirlər. Ərəb əlifbasının 11-ci hərfi oldu zəy hərfi. Zəy hərfi sərbəst formada eyni ilə ra hərfi kimi bu cür yazılır. Sadəcə fərq bundan ibarətdir ki, üstündə bir ədəd nöqtəsi olur. Sözün əvvəlində gələrkən də zəy hərfi bu cür yazılır nöqtə ilə. Sözün ortasında gəldikdə özündən əvvəlki hərfə birləşməsi üçün bir ədəd çıxıntı və bu formada nöqtə ilə. Sözün sonunda gəldikdə də bu formada nöqtə ilə.
deməli 4 dənə yeni hərf keçdik. Bu hərflərə bir-bir nəzər yetirək. Baxın, dəl hərfinin deməli dedik sərbəst forması bu cür, sözün əvvəlində gələn forması bu cür, sözün axırında, sözün ortasında bu cür və axırında bu cür. Dəl hərfi də, zəl hərfi də eyni formada yazılır. Əsas forma hamısında eynidir, sadəcə dəl hərfi nöqtəsizdir, zəl hərfinin isə üstündə bir ədəd nöqtəsi var. Və bunlar biz yadınıza gəlirsə, birinci dərsimizdə demişdik ki, ərəb əlifbasının 6 dənə hərfi var ki, 2 cür yazılırlar. Yəni özlərindən sonra gələn hərfə birləşmirlər. Onlardan birincisi dedik, əlif hərfidir, özündən sonra gələn hərfə birləşmir. İkincisi dəl hərfidir, üçüncüsü zəl, dördüncüsü ra və beşincisi də zəy hərfidir. Baxın, diqqət edin, sərbəst formada o heç, zaten sərbəst formada olduqda nə özündən əvvəl, nə də özündən sonra bir hərf yoxdur. Sözün əvvəlində gəldikdə həmin qayda ilə yazılır, özündən sonra gələn hərfə birləşmir. Sözün ortasında gəldikdə isə özündən əvvəl gələn hərfə birləşməsi üçün bu tərəfə, yəni sağ tərəfə özündən əvvəl gələn hərfə doğru bir çıxıntısı var. Eyni ilə zəl, ra və zəy hərfləri də bu cürdür. Və ra hərfi ilə zəy hərfinə diqqət yetirsək görərik ki, əsas möhtəva formaları hamısında eynidir. Sadəcə zəy hərfinin üstündə bir ədəd nöqtəsi var, ra hərfi isə nöqtəsizdir. Eyni ilə dəl və zəl hərfləri kimi. Bəli, ərəb əlifbasının 12-ci hərfi sin hərfidir. Sin hərfi sərbəst formada bu cür yazılır. Sözün əvvəlində gəldikdə bu qayda ilə yazılır. Özündən sonra gələn hərfə birləşməsi üçün bir çıxıntı, sözün ortasında gəldikdə bu cür, və sözün sonunda gəldikdə də özündən əvvəlki hərfə birləşməsi üçün bir ədəd belə bir çıxıntı və hərfin özü. Deməli, sin hərfi bu 6 hərfdən fərqlidir. Yəni, özündən həm əvvəl gələn hərfə də birləşir, həm də özündən sonra gələn hərfə birləşə bilir. Sərbəst forması bu cür, sözün əvvəlində gəldikdə bu cür, sözün ortasında bu qayda ilə, sözün sonunda da bu qayda ilə. Ərəb əlifbasının 13-cü hərfi şin hərfidir. Şin hərfinin də əsas forması eyni ilə sin hərfinə oxşayır. Şin hərfinin sərbəst forması bu cürdür. Sadəcə fərq bundan ibarətdir ki, üstündə 3 dənə nöqtəsi var. Sözün əvvəlində gəldikdə şin hərfi bu cür yazılır. Üç nöqtə. Sözün ortasında gəldikdə bu cür yazılır. 3 nöqtə və sözün sonunda da həmin qayda ilə. Üç ədəddə nöqtəsi. Şin hərfi də eyni ilə oldu sin hərfi kimi, sadəcə şin hərfinin üstündə 3 dənə nöqtəsi var, sin hərfi isə oldu nöqtəsiz. Ərəb əlifbasının 14-cü hərfi sad hərfidir.
Bir daha diqqətinizə çatdıraq ki, biz bu hərfləri hansı qayda ilə yazırıqsa, çalışın ki, həmin qayda ilə tələffüz edəsiniz. Bu, gələcəkdə inşallah düzgün qiraət üçün lazımlı, vacib məsələdir. Sad hərfinin sərbəst forması bu cürdür. Özündən nə əvvəlinə də sonra hərf olmadıqda sad hərfi, yəni sərbəst formada bu cür yazılır. Sad hərfi sözün əvvəlində gəldikdə bu qayda ilə yazılır. Sözün ortasında gəldikdə bu cür yazılır, yəni özündən həm əvvələ, həm də sonraya birləşə bilir. Sözün sonunda gəldikdə isə bir ədəd özündən əvvəlki hərfə birləşməsi üçün çıxıntı və bu cür yazılır. Bu da oldu ərəb əlifbasının 14-cü hərfi olan sad hərfinin yazılış qaydası. Ərəb əlifbasının 15-ci və bu dərsimizdə izah etdiyimiz son hərfi isə bad hərfidir. Bad hərfinin tərkibində həm d hərfi var birinci deyilişində, həm də z hərfi var. Bu elə bir hərfdir ki, bunu bir mənalı tələffüz etmək çox da düzgün deyil. Əsasən bu hərfin adında d hərfi özünü daha çox büruzə verir və biz inşallah hərflərin məxrəcləri dərslərində bunun üzərində dayanacağıq. İndi isə qısa keçirik. Sadəcə bu hərfi tələffüz edərkən dil qatdalanır və yuxarı damağa söykənir və bad deyə tələffüz edilir. Və Fatihə surəsinin son kəlməsi olan vələ-dalindəki z hərfi də həmən bu əslində olan bad hərfidir və ərəb əlifbasını öyrənməyimizin, Qurani Kərimi düzgün oxumağı öyrənməyimizin bir vacib şərti də budur ki, namazlarımızı düzgün qiraətlə qıla bilək. Bad hərfinin də əsas möhtəva forması sad hərfi ilə çox oxşardır, eynidir. Sərbəst forması bu cür yazılır. Sadəcə üstündə bir ədəd nöqtə ilə. Vad hərfi sözün əvvəlində bu qayda ilə üstündə nöqtə, sözün ortasında bu qayda ilə üstündə nöqtəsi və sözün sonunda da bu cür üstündə nöqtə ilə. Belə əzizlər, bu hərfləri öyrənməkdə ən rahat yol bundan ibarətdir ki, əsas olaraq nöqtələrin mövqelərini əzbər yadda saxlayaq. Çünki nöqtələrin yerini əzbər bildikdə hərfləri də rahat şəkildə yadda saxlamaq mümkündür. Bir daha təkrar eləyək. Bu oldu dəl hərfi. Dəl hərfinin sərbəst forması bu cürdür. Sözün əvvəlində gəldikdə bu cür yazılır. Sözün ortasında və sonunda isə bu formada yazılır. Ondan sonra gəlir zəl hərfi. Zəl hərfi eyni ilə dəl hərfi kimi yazılır. Sərbəst forması və sözün əvvəlində gələn forması eynidir. Sözün ortasında və sözün sonunda gələn formaları da eynidir. Yalnız üstündə bir ədəd nöqtəsi var. Bu hərf oldu ra hərfi. Sözün sərbəst forması və sözün əvvəlində gələn forması eynidir. Sözün ortasında və sonunda gələn formaları da eynidir və zəy hərfi də ra hərfi ilə eyni formada yazılır, yalnız üstündə bir ədəd nöqtə ilə. Bu hərf oldu sin hərfi. Sin hərfinin sərbəst forması bu cürdür. Sözün əvvəlində bu forma ilə, ortasında bu forma ilə, sonunda gəldikdə isə bu forma ilə yazılır. Və ondan sonra gələn şin hərfi ilə eynidir,
yeganə fərq üstündə 3 ədəd nöqtəsi var. Şin hərfinin, sin hərfi isə nöqtəsizdir. Bu hərf oldu sad hərfi. Sad hərfinin sad hərfi sərbəst olduqda bu cür yazılır. Sözün əvvəlində bu qayda ilə, ortasında bu qayda ilə, ortasında isə bu qayda ilə yazılır. Ondan sonra gələn vad hərfi bir qədər fərqli tələffüzə malik bir hərfdir və yazılış qaydası eyni ilə sad hərfində olduğu kimidir. Sadəcə vad hərfinin üstündə bir ədəd nöqtəsi var. Və bu dərslərimizin əsas tapşırığı bundan ibarətdir ki, hərfləri və onların adlarını əzbərləməklə yanaşı, hərflərin bütün yazılış formalarını ən azı bir sətir yazmaq. Bir ədəd dəftər tutub, bu hərflərin bütün formalarını ən azı bir sətir yazmaq çox vacibdir ki, göz yaddaşı ilə yadda saxlaya biləsiniz və inşallah hərflər müstəqil şəkildə birləşmiş Quran-ı Kərimi qiraət etdikdə, bu hərfləri gördükdə çaşmayasınız və artıq siz göz yaddaşı ilə bu hərfləri yadda saxlamış olasınız inşallah. Bu dərsimizdə belə, bu dərsimizdə Allahın izni ilə deməli bu hərfləri öyrəndik. Uca Allahdan müvəffəqiyyət arzu edirəm. Allah bu dərsləri öyrətməkdə mənə, öyrənməkdə sizə asanlıq və müvəffəqiyyət əta eləsin inşallah. Uca Allahın salamı sizin üzərinizə olsun. Hələlik salamat qalın.